Balaca qızlarınızı Barbie oyuncaqları ilə böyütmüşəm. İndi isə onlar sizdən estetik əməliyyat üçün pul istəyirlər. Öz mənfəətim üçün nəhəng moda sənayesi yaratmışam. Əslində istədiyimi də əldə edə bilmişəm. Artıq 17 yaşlı qızların əksəriyyəti xarici görünüşündən narazıdır. Mən kapitalizməm. Bir qadının hər hansı bir moda jurnalını 15 dəqiqə vərəqləməsi öz bədənini bəyənməməsinə bəs edir. Mən kapitalizməm və dünyaya və həyata baxış tərzinizi elə dəyişdirmişəm ki, əslində oğru olan böyük şirkət rəhbərinin həyatını sizin üçün əzm və uğur hekayəsi kimi təqdim edə bilirəm. Mən kapitalizməm və orta hesabla bir insanın gündə 5 saat televizora baxdığı, kitab oxumadığı, teatr və kinoya çox az getdiyi bir cəmiyyətdə mənim məğlub olmağım qeyri-mümkündür. Mən kapitalizməm və Steve Jobs əlbəttə çox vacib insan idi, amma cəmi 1%-inizin ehtiyacı olan cihazları 3-cü dünya ölkələrində ucuz işçi qüvvəsi ilə istehsal etmək üzrə çox bacarıqlı idi. Əlbəttə bütün kapitalistlər xeyirxah, müqəddəs adam kimi çıxış edəcəklər, eyni ilə Bill Gates kimi. 150 milyon dollarlıq 66 min kvadrat metrlik bir malikanədə yaşayan müqəddəs adam. Mən kapitalizməm. Hər yerdə miras davaları səbəbilə bir-birinə düşmən olmuş kifayət qədər qohumlar, ailələr var. Hər il 20 milyon uşaq acından öləndə siz qaçış aparatının üstündə bədəninizdəki artıq yağlarınızı əritmək üçün tər tökürsünüz. Mən kapitalizməm və mənim üzümdən dünyada 600 milyon obez və 1,4 milyard ac insan var. Mən kapitalizməm və Starbucks üçün kofe istehsal edən bir fermer oradan bir stəkan kofe almaq üçün 3 gün işləməlidir. Mən kapitalizməm və uzaq şərqdə 12-18 yaş arası qızlar 200 dollarlıq gülməli bir pul qarşılığında seks köləsi kimi satılır. Mən kapitalizməm və azad bazar iqtisadiyyatı dünyanın ən böyük yalanıdır. Mən kapitalizməm və Amerikalıların 24% milyarder olmaq qarşılığında bütün ailə və əzizlərindən imtina etmək lazım olarsa, bunu etməyə hazır olduqlarını deyirlər. Mən kapitalizməm və 15 yaşındakı bir uşağın iPad ala bilmək üçün böyrəyini satdığını eşidəndə zövqdən dəli olmuşdum. Mən kapitalizməm və Madonna'nın təkcə Londonda 8 evi var, özü də orta hesabla 600 nəfər evsizə sığınacaq olacaq böyüklükdə. Mən kapitalizməm və Taylandda Disney fabriki üçün işləyən bir uşağın Disneyləndə giriş pulunu qazanmağı üçün 55 gün işləməlidir. Afrika qitəsi dünyanın qızıl rezervlərinin 90%-nə sahibdir, amma dünyada sadəcə 4 nəfər Afrikalı milyarder var. Mən kapitalizməm və Afrika qitəsindən hər il 8,5 milyard dollar dəyərində brilyant çıxır. Qitənin bütün aclıq problemini həll etməyə bəs edəcək qədər məbləğ. Dünyanı sarışın qadınların gözəl olduğuna inandırmışam. Buna görə də Asiya qitəsində 300 milyon qadın müntəzəm olaraq ağardıcı sabundan istifadə edir. Mən kapitalizməm və sizin həyatlarına heyran olduğunuz Hollywood ulduzlarının 64%-i kokain alüdəçisidir. Mən kapitalizməm və ildə 20 milyon uşaq acından öləndə siz eyni köynəyi həftədə 2 dəfə geyinməyə utanırsınız. Mən kapitalizməm və siz ümumiyyətlə hansı tanrıdan danışırsınız? Artıq bunu dərk edin. İbadət etdiyiniz tək tanrı mənəm. Mən kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Müsəlmanlar 5 ulduzlu Kəbə mənzərəli otellərdə tonlarla pul verib ibadət edir. Mən kapitalizməm və siz hansı tanrıdan bəhs edirsiniz? Bütün dünya Xristiyan bayramı, Milad bayramını sırf alış-veriş edib əylənmək üçün qeyd edir. Amerika Birləşmiş Ştatlarında 7 milyon evsiz insan olduğundan heç kimin xəbəri yoxdur. Çünki televizorda gördüyünüz Amerikalıların hamısı hovuzlu villalarda yaşayır. Mən kapitalizməm və yenə qələbə qazandım. Bütün qadınların dolabları ağzına kimi paltarla dolu olsa da, yenə də geyinməyə heç nəylərinin olmadığına onları inandıra bildim. Dünya əhalisinin 50%-i dünyadakı təbii sərvətlərin 1%-nə sahibdir. Dünya əhalisinin 1%-i isə dünyadakı sərvətin 50%-nə sahibdir. Mən kapitalizməm və bankirlər mənim övladlarımdır. Amerikalıların 85%-i əgər iqtisadi vəziyyətlərini düzəldəcəksə, faşist hökumətə səs verib seçə biləcəklərini deyirlər. Sizin azadlığınızı əlinizdən alan, fikirlərinizə məhdudiyyət qoyan, ən sonda polis gülləsi ilə öldürən bir dövləti öz əlinizlə qurmağınız necə də qəribədir. Amy Winehouse kimi alüdəçilərə yazığınız gələrkən, əslində hamınızın elə başqa formada alüdəçi olduğunuzu unutmağınız necə də gülməlidir. Yazıq istehlak alüdəçiləri.